Bakıda və Abşeron yarımadasında mayın 25-də havanın dəyişkən buludlu olacağı, tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirir ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Temperatur gecə 15-17, gündüz 24-27 dərəcə isti, atmosfer təzyiqi isə 760 mm civə sütun olacaq. Naxçıvanda axşama doğru bəzi yerlərdə arabir az yağış yağacaq. Temperatur 19-21 dərəcə isti olacaq. Gündüz saatlarında bəzi dağətəyi və dağlıq rayonlarda arabir yağış yağacaq, şimşək çağacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərə qar yağacağı bildirilir. Digər rayonlarda isə hava yağmursuz keçəcək, arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 14-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.